6 garajda 3 otaqlı ev. Düz marşrut. Xəttin üstündə marşrutu görürsünüz. Bax bu marşrutlar buradan keçir. Asfaltın qırağıdır. Məxməri deyilən ərazi. Qaraquzunun yanında. Marşrutumuz da 7-24 işləyir. Yəni dayanmır. Tam asfaltın qırağı, Qaraquzu restoran yanı. 3 otaq qaraj sistemli ev. Girək evin daxili ilə tanış olaq. Bax girdik. Bura kombi otağıdır. Kombi sistemi də burada çəkir. Padvaldır, qoşa daşla tikilibdir. 2-dən 3-dən maşın rahat daxil olur. Hündürlüyü 2 metrdir. Yəni cip də rahat daxil olar. Hətta padvaldakı bütün yerlər təmirlidir. Altda da bir dənə sanitar qovşağı var. Bax təmirini də eləyib, kafelin vurub. Burada tam təmirdir də. Yəni yerinin daşı, ağartma işləri hamısı görülüb, özü də qoşa daşla tikibdir. Evin indi bir dənə daxili interieri ilə tanış olaq. Bulaq kimi də yaradılıb burada. Yerdən də kürsülüdür. Olaq, ikinci mərtəbə ilə tanış olaq. Padabik yerdir. Yəni burada mağazin, bərbərxana, salon da açmaq olar. Gördüyünüz kimi ətraf kafedir, mağazinlərdir, böyründə mağazin var. Yəni bura padabik yerdir, mağazinə yararlıdır. Bir koridor sistemdir. Sadəcə bir dənə abo işi qalıbdır, amma ondan qalan bütün işləri hazırdır. Qonaq otağımız, otaq ölçüləri çox genişdir, kombi sistemi çəkilibdir. Yəni həqiqətən otaqları qəşəngdir. Burası da qoşa daşla tikilmiş evdir. Gördüyünüz kimi. Belə bir ev. Qiymət 72 min. Məxməri tərəfdə.